Salam kanalıma videomu xoş gəlmisiniz dostlar. Bu videoda dostlar sizlərlə birlikdə Standoff 2 yeni gələcək onun dostlar güncəlləməyə baxacağıq dostlar. Dostlar və bu güncəlləmədə qısa özət keçim ki dostlar yeni ekranda gördüyümüz case'imiz yəni Division kasamız gəlir Fable'ın yerinə. Yeni bıçaq skinimiz, M4A1 skinimiz falan və yeni ajanlar gəlir. Qısaca bunu deyə bilərəm dostlar. Heç çatmadan dostlar videomuza keçirik. Dostlar ilk belə deyim ki, yəni bundan başlayıram, yəni skinləri deyirlər. Heç çatmadan da dostlar ona bir dənə baxaq. Dostlar bu gördüğünüz AK skinidir. Və dostlar yeni AVM skini gəlir dostlar. Bu AVM P350'də səhv eləmirəmsə Taking idi deyəsən. Elə bir şey idi. Səhv eləmirəmsə da. Yəni dostlar bundan yəni çeşidləmə gəl Fabşoyuna yəni indi AVM-yə gətirirlər. Dostlar Taking deyildi. Efes Venom skini idi bu Venom. Efes Venom'dan yadımdadır. Yəni Efes Venom, AVM Venom yəni bir AVP Venom belə gəlir. Və dostlar gördüyünüz bu 3 skin gəlir dostlar. Bir də videoda özüm yəni şey eləmədim, bilməm fikir verdiniz dostlar. Yeni dostlar. Və dostlar bıçağa baxdım. Bıçaq o videoda deyilmiş. Mən isə yəni yeni ajandaymış dostlar. Yəni bıçaq dediyimdə dostlar yeni yəni skindir dostlar. Onu da dostlar görəsiniz dostlar və yeni ajanımız olan Hammer gəlir. Dostlar bu anda dostlar tez bir şeyinə baxaq tezirəm. Hedeflerime ulaşmak için her zaman Dostlar bu tank karakteri kimidir. Baxanda biləsiniz də. hayırı cevap olarak kabul etmem. Dostlar indi gördüyünüz kimi AVM skini. Asla dolanmam. Önümde kapalı bir kapı varsa Gördüyünüz kimi yenə AK skində qoyublar. geçmek için izin beklemem. Və dostlar heç çatmadan da o biz ajanımıza keçirik. Dostlar bu ajanımızın adı Marco dostlar. Biraz yəni gizlilik üzərinə şey olunub. Yəni bunda tezsinə dostlar tez baxaq. Bir sorun artık sessizce halledilemeyecek noktaya geldiğinde beni çağır. Dostlar bu səhv eləmirəmsə şahızdakı Gambit şeydir. Yəni Gambit sezonundur. Yəni mən o sezon oynamasam da yəni bilirəm. Səhv eləmirəmsə. Dostlar gördüyünüz kimi Marco da yeni ajanımızdır. Ben Beholder'ın elindeki kozum. Hala hayattaysan kendini şanslı say. Dostlar heç çatmadan dostlar keçid elədim Edim ajanına. Bunda teaser dostlar belədir. Yəni dostlar bu yəni biraz qarışımdır nədir yəni tam bilənmədim. İterasyon 1659. Reaksiyon kararsız. Sentez sonlandırıldı. İterasyon 16
Dostlar, bu karakter biraz qəribədir. Bunu başa düşəmədim. Sentez başarıyla tamamlandı. İnsanlar maskenin yüzümü koruduğunu sanıyor. Asıl gerçek şu ki, maske insanları benden koruyor. Dostlar, bu yəni biraz zəhər kimidir, yəni zəhər satır. Evet. Dostlar, bundan sonraki ajanımızda da bıçaq skinidir. Və dostlar, bu karakterimizin adı isə dostlar Lincoln'dir dostlar. Gördüyünüz kimi dostlar, yəni rəqibin əlində yeni M4 skini var. Dostlar, bu adı Lincoln gördüyünüz kimi göstərilir özlərdə. Dostlar, indi göstərəcəyim bıçağı. Dostlar, gördüyünüz kimi yeni bayonetdir dostlar, gördüyünüz kimi yeni bayonet skini gəlir. Dostlar, və yeni M4 skinimiz də gəlir bayonetimizin yanında. Bunlar dostlar ikisi bir yerdə uyğun gələcək, ona görə belədir. Bu da dostlar Lincoln. Немного вас веду в курсе. Pis. Dostlar, yəni yeni güncəlləməndə dostlar gördünüz. Dostlar, yeni güncəlləmə haqqında yəni nə düşünürsünüz? Ümumi sual verdim. Dostlar, bunu dostlar kommentlərdə yəni deməyi unutmayın dostlar və dostlar, bunu deyim ki, yəni nəticə olaraq bunu deyə bilərəm ki, bildiyiniz kimi dostlar yeni arayüz gəldi dostlar və ajanlar da gələcək. Yəni teaserlarını da paylaşıblar. Səfərimizə 0.38.1 olmalıdır yeni güncəlləmə, yəni gələn sezonun güncəlləməsi. Dostlar, və bunu dostlar deyim ki sizə, yeni güncəlləmədə dostlar ümumi olaraq AVM skinimiz gələcək və yeni M4A1, yeni AK skinimiz, yeni M4 skinimiz və yeni bayonet M9 bayonet skinimiz gələcək. Dostlar, bunu deyim. Dostlar, AK-da dostlar biraz fərqlilik ediblər, yəni yalan deməyim. Yəni biraz yəni CS-yə gediblər, yəni belə deyim, daha yəni şey demiş olaram. Yəni düzgün demiş olaram dostlar. Dostlar, və bunu da deyim ki dostlar sizlərə, yəni yeni güncəlləmə dostlar mənim fikrimcə yəni qəribə deməyim, yəni necə deyim dostlar sizə, yəni dostlar yeni güncəlləmə belə deyə bilərəm ki, yəni qısaca. Məsələn dostlar, necə ki bu yeni güncəlləmə yəni gözlənirdi dostlar. Yəni dostlar, yeni güncəlləmədə dostlar biraz optimizasiya şeydə yəni gətirdilər. Ancaq dostlar, yəni remasterı da yəni gətirmədilər. Yəni bunu da deyim dostlar sizə. Dostlar, və bu remasterda da yanaşı dediyim kimi dostlar yeni skinlər falan gətirəcəklər. Dostlar, bunu da dostlar dediyimə görə dostlar, yəni sağollaşa bilərik artıq. 2 saatdır mən də bu binaya çıxamadım. Hər nəysə, mən dostlar bu binaya çıxamadım. Hər nəysə dostlar, dostlar, yəni qısaca nəticə olaraq dostlar sizə dediyim dostlar, və gələn videolarda görüşmək üzrə deyirəm. Allah'a emanet olun. Bay bay.